Mən yemək bişirə bilmirəm. Mən ev işlərini zaten görə bilmirəm. Kim görəcək? Ərin görəcək. Ər ağzına ki, gedib ev işlərini görəcək. Arvad çöldə, bayırda, nə bilim. Evdə yemək bişirməyi bilməlisən də. Səhər duranda ərvin qabağına bir çaydan, yeməkdən, yumurtadan zatdan vurmalısan. Yemək bişirə bilmirlər. Nə bilim, ev işləri görə bilmirlər. Nə bilirsiniz siz? Allah haqqı heç nə bilmirsiniz. Otur 2 dəqiqə, 5 dəqiqə, 3 dəqiqə, nə bilim, dünyadan, elmdən, savaddan söhbət eləyə bilsə mənim üzümə tüp. 2 dənə sözü götə qoşub düzgün danışa bilmirlər. 2 dənə sözü nə bilim, bu xanıma demirəm ha mən bu sözləri. Ümumi deyirəm, bu fikirdə olan bütün xanımlara deyirəm. Yəni nə lazımsınız onda siz? Seks aparatısınız sadəcə olaraq. Ya səni sevdim mən, qəşəngsən, qəşəng gözlərin var, dodaqların gözəldir, bədənin qəşəngdir. Sonra da hə, ancaq cinsi əlaqədə oluruq, uşaq doğursan, bunun üçün varsan sən, kişi də yəni işləməlidir, sənə baxmalıdır, sən gəlib özü dodaqlı, gözü, başı, buravı düzəltdirməlisən, ər bunu eləməlidir, ancaq gətirirsən, çıxırsan, bəzənsən, başqa kişiləri göstərsən özünü. O söz var ya, deyir, qadınlar üçün giyinir, kişiləri göstərmək üçün giyinmirlər. Mən bir dənə şey deyim sizə, ən fuflo sözdür, yəni mənim eşitdiyim həyatda ki, biz kişilərə özümüzü göstərmək üçün giymirik ki, biz elə qadınları görə bir-birlərinin acığına giyinir. Açırsan sinəvi bura qədər, sən döşüvün bütün qıraqları, bütün şişqaları görsən ediləm. Başqa kişilər baxır da fakt, ehtiraslanır. Pettuxsansa sən ancaq ehtiraslanmazsan da, yəni bir qadının bədəninə falan, yəni sən gərək pettuq olasan, impatet olasan ki, sən ehtiraslanmayasan. Bu ağılla idarə olunacaq bir şey deyil. Bu həyat instinktdir bu. Bu refleksdir, bu sinir sistemidir. Bu belə işləyir. Başa düşürsən? Bu bütün canlılarda belədir də. Yəni yarpaqlarda belə, güldə belədir də. Yəni bir-birlərindən nektarla, zadla bir-birləri ilə mayalanırlar. Yəni bu ehtiras bütün canlılarda var. Sən aç gövü, döşüvü, sinəvi zadı gəz və denən ki, mənə baxmasınlar da. Bu nə olur? Azadam da, mən real sistemə girəm. Mənə niyə baxsın? Elə şey olur. Yəni azadlığın içinə sıxmısınız. Allahın da olsun, adam azadlıq sözünü dilə gətirmək istəmir də, yəni sizin kimlərə görə. Ki mən azadlıq, özümü azad ifadə eləmək istəyirəm, sözümü azad, rahat demək istəyirəm. Özü qəbəliyin adını eləyiblər özünü azad ifadə eləmək. Nə bilim də, peysər söhbətlərin adını eləyiblər rahat ifadə azadlığı. Cəmiyyətimizdə olan ən böyük problemlərdən biridir də. Yəni siz indi çoxsuz gəncsiniz, bunu anlamırsınız. Ən böyük problemlərdən biri ər-arvad problemləridir, yəni ölkəmizdə. Hansı ki, ər-arvad arasında olan münasibətdə ər misal üçün deyir ki, bunu eləmə də, yəni ərdir də, bunun içinə soxsunlar, bunun haqqı var. Ər olaraq bir haqqı var ki, qadının bunu eləmə də, misal üçün bunu mən sənə yaraşdırmam və yox, mən bunu eləmək istəyirəm axı. İzah eləyir də ona ki, o elə deyil də, bu belə deyil, bu belə deyil, bu yaxşı deyil. Başa düşürsən, başqaları sənə niyə baxmalıdır da, mənim arvadıma başqaları zaten bunu izah eləyirsən. Tupoy varlıq deyir ki, yox, mən o başqasının problemidir, o baxmasın, mən özüm rahat. Başa düşürsünüz, oturub ər-arvad münasibəti, oturub ailə münasibətləri. Yəni biz poxa qoymuşuq hər şeyi ölkə olaraq, cəmiyyət olaraq, azadlıq, rahat ifadə adı ilə, nə bilim, Allah haqqı belə azadlıq olmur, belə ifadə tərzi olmur. Siz poxun çıxardırsınız. Perpetuq qəhvənin yayımı bu dəqiqə 10.000, nə bilim, 2.000, 5.000, 3.000 dolu da adam hədiyyən kötü yer görmür, part-apart hədiyyə. Düzəməlli adam ağlı ilə düşünən ölkədə barmaq sayılan adam qalıb da sayarsan ki, nə qədər adam var. Allah'ın da olsun, biabırçı vəziyyətdəyik. Qadınlar, qızlar axuyet eləmişsiniz siz vəbşə bilə. Allah'ın da olsun, mən özümü rahat ifadə eləmək istəyirəm. Ərinə qulaq asmır, əri nəsə deyir onu ki, bulan şey eləmə də. Yəni bu ərin haqqıdır da, bu peysərin haqqıdır da, bu bunu alıb arvadıdır, bu bunun namusudur. Deyəndə də ki, sən onun namususan və yaxud kişi qadınına deyəndə ki, sən mənim namusumsan, qeyrətimsən, deyirsən, narsistlik edirsən. Özünü düşünürsən ancaq ki, sənin istəyin üçün belədir də, sən düşünürsən ki, kişiyəm deyə, bu qadınında qeyrət bu. Sən yenə də deyir, özünü düşünürsən, ona görə deyir, bu narsizmdir deyir. Bilin, tupoysuz siz. Bir qadınla kişi evlənirsə, Qris salamlayıram, bir qadınla kişi evlənirsə, avtomatik olaraq bu ailə bir forması yaranmalıdır ki, ailə anlayışı yaranmalıdır. Sən subay olanda tamam başqa idi sənin həyatın. Sən artıq ailəlisənsə, müəyyən şeyləri həyatından çıxartmalısan. Bu qayda belədir. Bu yazılmamış qaydadır.
Bu belə olmalıdır. Sən müəyyən şeyləri həyatından çıxartmalısan və yaxud da ki, qadının xoşlamır nə isə sən onu eləməməlisən. Yəni təbii ki, sənin qorumaq məqsədi ilə ailədən gedir də söhbət, başa düşürsüz? Yəni ərgilər də onu eləmə, bunu eləmə, belə yoxdur, başa düşdünüz? Falan şey eləmə də xanımım, həyatım, nə bilim, sevgilim. Bunu eləmə də deyirsən. Deyir ki, niyə deyir? Deyirsən ki, misal üçün istəmirəm də, yəni bu hamı misal üçün da, sənə niyə kimsə baxmalıdır da, yəni deyir o baxanın problemidir də. Baxsan belə ki, nə tərəyə var? Mən açıb göstərməsəm kimsə baxacaq. Baxan baxır, o peysər, biqeyrət hər yerdə var. Yəni normal geyinənə də söz atan var, belə də geyinənə. Peysər onsuz da həmişə peysər olaraq qalır. O anasına da evdə söz atır. Onlar həmişə var, amma sən açıb qoyanda ortaya avtomatik olaraq bizə nə tərdik? Kişi xeylağı, olmayan kişi xeylağı sənə baxacaq, sən açmısansa. Nə bilim də, məmələrə azadlıq. Siz baxsınız hə. Məmələrə azadlığı nədir? Məmələrə azadlıq. Liftçi geymirlər. Güya bunlar liftçi bunlarda rak xəstəliyi yaradır. Ömür boyu nənəmizdən babamız deyəcəydim ala. Nənəmiz, xalamız, bibimiz hamısı liftçi ilə geyiniblər, gəliblər. Necə lazım 8 dənə uşağı olub, 8-ini də əmizdirib. Nə rak olub, nə bir şey. Döşləri də maşallah belə-belə. Bunlar liftçi taxmırlar ki, nədə onadır? Mən məmər kanseri olaram, məmə rakı olar birdən. Gilələr belə-belə fırlanırlar ortada. Gəlirsən belə, köynəkdən belə çıxıb, soyuq dəyən kimi zırt durur. Ola bu kişi də buna baxır, avtomatik olaraq bunun bədənini sən avtomatik skan eləmiş olursan da, başa düşürsən, görürsən bunun səni ehtirasa gətirəcək yerlərini görürsən. Başa düşürsən, lasin geyinib reklam edirlər, girib paçasının arasındakının arasına hamısı görsənir. Budur sizin azadlıq, soxum sizin azadlığınıza.